Mənə elə kitabdır ki, o kitabı oxuyum və həyatım dəyişsin. O psixoloq rolu oynayacaq o kitab. Universitet üçün 11 oxuyuruq. Niyə? 11 ilimiz var da niyə oxuyuruq ki? Məsələn, 13-14 yaşında bir qızın əlində münasibətlərlə bağlı kitab görəndə insanlar ya 0 ya 100. Mükəmməliyyətçiliyin əlamətləri. Niyə onun üçün bir kitab oxumağı ayıb, utanc və ya tərbiyəsizlik kimi görünür? Sən mənim tək sevdiyim, sən mənim çox dəyərlimsən. Mənə elə kitabdır ki, o kitabı oxuyum və həyatım dəyişsin. O kitab məni götürsün, sirkələsin, təkrar qoysun yerə. Deyirsənsə, yaxın elə. Çünki bu gün sənə çox gözəl kitab tövsiyələrim olacaq. Mən hardasa 2016-dan kitablar oxuyuram. İlk kitaba başlayanda bunu romanla başlamışdım. Nəysə buranı keçirəm. Amma sonradan illər ötdükcə şəxs inkişaf, psixologiya həyatımın bir parçası oldu və həqiqətən insan münasibətləri, insanların düşüncə tərzləri, insanların hissləri, yəni insanın o şuuraltı dərk eləmədiyəsində xəbəri olmadığı bir yerdə nələr dönüb dolaşır, bunlar mənə o qədər maraqlı gəldi ki, hər zaman bunları araşdıran bir insan oldum ondan sonra və indiyə qədər oxuduğum, həqiqətən wow dediyim, yəni o kitabdan sonra özümdə bir çox mənfi düşüncələrimi, xüsusiyyətlərimi dəyişdiyim və həqiqətən qarşıma çıxan hər kəsə tövsiyə etdiyim kitabları bugün sizinlə bölüşürəm. Qeyd edim ki, burada sadəcə göstərə biləcəyim 2 kitab var, amma 2 dənəsinin də şəklini buralara qeyd edəcəm. Çünki onlar Azərbaycanda qalıb. Yanımda olan 2 kitab bunlardır və arxada da 3 kitabım var, amma onları hələ oxumamışam. Bura gələndə Azərbaycandan alıb gəlmişdim. Hələ ki oxumamışam. Oxusam onlarla bağlı bir güncəlləmə də eləyərəm. Çox uzatmadan söhbətə başlamaq istəyirəm. Birinci danışmaq istədiyim kitab budur. Evinizdəki terapist. Bu mən evdə olmayanda günün birində terapist. Bu P-dır da, indi sizdə tərs görünə bilər. Bu P-nı götürüb yapışqan bir şeylə R eləyib terrorist olub. Desiniz ki, niyə belə bir şey eləyib? Mənə terrorist deyir. Mənim bir ara dönəmim var idi. Bir anda partlayırdım, pis partlayırdım onda. Yəni ondan bəri bu mənə terrorist deyir. Nəsə burada da belə bir şakamatik bir şey eləməyə çalışıb falan. Bu kitabdan qısa bir özət keçmək istəyirəm sizə. Həqiqətən çox möhtəşəm kitabdır. Yəni adından bəllidir də evinizdəki terapist. Yəni bu kitabı al, bu kitaba düzgün qeyd edilən şəkildə getsən, sanki bir terapiyaya getmisən. Yəni bir psixoloq əvəz eləyəcək tərzdə bir şey. Qalın kitabda görürsüz də, yəni təbii ki bir İçindən vərəq çıxdı. Görün nə gizləmişəm, yəni bir dənə baxım sizə bunu paylaşmayacağım yəqin ki. Demək, danışım mı, danışmıyor mu? Biləmədim. Çox bir anda nə baş verdi burada şu an? Kitabdan danışırdıq. Bir balaca atışdım, gecə küs yatmışdıq, danışdırmadım. Səhər tezdən oyandım ki, yəni telefon var da, yəni telefonla da yaza bilər. Amma yəni bilirəm ki, biz küs olanda, o gün ərzində onun işi getmir də, eyni şəkildə mənimkidir. Yəni getmir o iş. Mənə bir not yazıb gedibmiş, belə bir yekə kağız doldurub ürəyi doluymuş. Bunu oxuyum mu ki sizə? Tamam, bir oxuyum mu? Nə bilim, bilmədim. Tamam, yaxşı oxuyum. Yazır ki, sənə olan sevgim heç zaman sönməz. O qədər dərinlərdəsən, o qədər özümdəsən ki, özüm belə səni çıxarıb ata bilmərəm. Səndə gördüyüm şeylər, səndə aldığım hisslər, içimdəki necə savaşlarda mənə qalxan olub bilmirsən. Sən mənim tək sevdiyim, sən mənim çox dəyərlimsən. Həyatıma anlam qatan, mənə güc, huzur verən tək şeysən. Sən mənim gördüyüm ən güclü, ən anlayışlı qadınsan. Sən mənim üçün çox dəyərlisən, sən çox sevirəm. Ya, minnoşumdur da. Adını çəkdim axı burada, dalıca bir danışdım yenə. Allah'ım, ben bunu kitablara sığır. Mən belə şeylərin hamısını saxlayanam. Burada da ən yer bilirəm ki, məsələn bir yerə qoyaram, sonra unudaram, çıxıb gedərəm buradan. Bir də yeniyəcəm. Ona görə mən bu kitabların arasına qoyuram. İnşallah bunlardan başqa şey çıxmaz. Odamız pozuldu. Yəni biz kitab danışırdıq. Ay Allah, ay Allah. Nəysə, tamam, yaxşı. Geri qayıdıram söhbətimizə. Evinizdəki terapist, yəni həqiqətən tam sizə bir psixoloq rolu oynayacaq o kitabdır. Biraz yeni başlayırsınızsa bu şəxs inkişafa, psixologiya biraz sizi yora bilər. Yəni biraz çox elmi tərzdədir kimi bir şey var. Amma yəni bir müddətdən sonra rahat gəlməyə başlayır. Yəni o qədər də çətin bir şey
deyil. Öz içinizdəki sizlə tanış eləyir. Məsələn, elə şeylər deyir ki, sizə tapşırıqlar verir. Məsələn, bunları eləyin deyə. Sonra o elədiyiniz tapşırığın əsasında növbəti vərəqlərdə nələr eləməlisiniz, nələr şey olacaq. Məsələn, ruh hallarınızı yazdırır. Yəni bunlar əslində elə belə şey deyil. Yəni tam olaraq sizin hekayələr danışır ki, məsələn, o insanların həyatından baxanda fikirləşirsən ki, bu məndə də belə bir şey olmuşdu. Sən də bunun səbəbi bu imiş deyirsən. Yəni aydınlanma yaşadırsan. Bunu mütləq tövsiyə edirəm. Bilmirəm indi kifayət qədər açıq danışdımmı? Çünki bu kitab çox qalındır və bütün proses bunun üzərində gedir. Mən tam olaraq axıra qədər bitirməmişəm deyə axırlarından çox bir məlumat verə bilməyəcəm. Bir də daha yaxşının ziyanları. Bu kitab ilahi. Bu kitab çox gözəldir. Bu bilirsiniz ki, mükəmməliyyətçi insanlar. Bax sizə indi bir söz deyəcəm. Mükəmməliyyətçi insanlar biləcək nə demək istədiyim. Ya 0 ya 100. Ən gözəl olsun ya da heç olmasın. Bəli, mükəmməliyyətçilər anladı məni. Bunu anlamaq istəməzdim. Mən çox mükəmməliyyətçi bir insan idim və 2 il öncəyə qədər mənim bundan xəbərim yox idi. Və mən bunun əslində yaxşı bir şey olduğunu düşünürdüm. Çünki bir şey eləyirsən, sən gözəlini eləyirsən. Bundan pis bir şey var, yox, var imiş səndə. Nəysə, bunu İbo ilə ikinci kitab sərgimizə getmişdik bir yerdə. Orada İbo mənə dedi ki, bunu alaq, sən bunu oxuyarsan. Sən daha yaxşı deyə özünü yorursan. Mən onda fərqində deyildim. Allah dedim, aldıq, heç üzünə də baxmırdım və yüksək təlimin müddətində elə şeylərlə qarşılaşdım ki, yəni bir şey hazırlayıram, yəni müəllim bəyənir, mən bəyənmirəm. Yox, müəllim, nə danışdınız, bu nədir bunu? Yəni müəllim axırda dilə gəlirdi ki, bala sən nə istəyirsən? Sən nə olsun istəyirsən? Ay yaxşıdır da, sən çox qəşəngdir. Yəni sənin hələ bu heç bilmədiyin bir işin içində ilk elədiyin işlərdir və çox yaxşıdır. Sən nə olsun istəyirsən? Bir qəribə gəlir ki, müəllim məndən məzələnli. Onlarda mən bilirəm ki, çünki daha yaxşısını eləyə bilərəm. Və bu kitabı açanda, bu kitabı oxumağa başlayanda hər zaman istifadə etdiyim o cümləni gördüm və o cümləni gördüyüm an həqiqətən mən inandım ki, mən mükəmməliyyətçiymişəm. Çünki bu cümləni sadəcə mükəmməliyyətçi insanlar bilir. Tam olaraq bayaq dediyim bir söz. Yəni mən həmişə deyirdim ki, ya 0 ya 100. Mən bir insanı ya çox istəyirəm ya da istəmərəm. Mən bir şeyi xoşlayaram ya da heç xoşlamaram. Mən bir şeyi yaxşı eləyərəm ya da heç eləmərəm. Yəni, tam olaraq bunları deyirdim və o ya 0 ya 100 sözünün həqiqətən mənə aid olduğunu düşünürdüm. Ondan sonra gördüm ki, əslində bu kitabın içində də var. Deməli ki, bu mükəmməliyyətçilərin işlətdiyi bir söz imiş. Yəni, bu Azərbaycanlıdır. Zəhra Hüseynzadə. Ön sözdən sizə oxumaq istəyirəm içində nələr var. Mükəmməliyyətçilik nədir və niyə pis? Mükəmməliyyətçiliyin əlamətləri. Yəni, sən əgər bilmirsənsə, qərar verə bilmirsənsə ki, mən mükəmməliyyətçiyəm yoxsa yox. Bu kitab sənə tam olaraq deyəcəksən mükəmməliyyətçisən yoxsa yox. Buna narahat olma. Mükəmməliyyətçilik nədən yaranır? Ən sevdiyim mövzular. Yəni bir şey baş verirsə, o niyə baş verir var. Onun altındakı psixoloji səbəblər mənə çox maraqlı gəlib həmişə. Ona görə bu hissəsini daha çox sevmişdim. Mükəmməliyyətçi həyatda. Yəni mükəmməliyyətçi bir həyatda özü üçün, ailəsi üçün, ətrafı üçün nələri nə dərəcədə çətinləşdirir falan bununla bağlı bir neçə nümunələri var. Mükəmməliyyətçiliyin fəsadları. Və görürsünüz, faydaları demir. Fəsadları deyir. Çünki mən bunun faydalı yaxşı bir şey olduğunu düşünürdüm. Neysə, iş mühiti var ha. İş mühitində bir balaca yaxşı ola bilər. Bir iş axtartdırır, ona heç dəxlisi olmayan başqa işləri də CV-də görmək istəyir ki, məsələn, bunu da bacarsın. Mən niyə bacarmalıyam? Mən məsələn də qab yumağa gəlmişəmsə, mən niyə yemək bişirməyə bacarmalıyam? İndikilər yəni deyir ki, hər şeyi bacar. Və insanlar get-gedə mükəmməliyyətçilik işinə başlayırlar. Tamam, nəysə başa düşdü siz nə deyir. Mükəmməliyyətçilərə tövsiyələr. Ən önəmli bölüm. İkinci kitabım, o kitabı alanda düşünün ki, özümlə savaşırdım. Deyirdim ki, Mələk, bu kitab çox gözəldir. Bunu bir günə oturub bitirmə. Qoy bu 3-4 gün oxu bu kitabı. Bunu bir sindir, bir həzm elə. Bir hər gün eyni həyəcanı yaşa. Ona da bura qeyd elədim. Seni yoran hər şeyi bırak. Adı kimi, yəni bəllidir də adından necə möhtəşəm bir kitab oldu. Bu sizə nə qədər şey qatacağı adından belə bəllidir də düşünün. Bir qadınla kişinin arasında keçən sevgidən Recəbin dediyinə döndüyü bir aşk bu eşəkli insanlar arasında geçecek deyil ya. Tamam, neyse, işdən çıxartmayın.
Bir qadınla kişinin münasibətindən gedir söhbət burada. Kişi tam bir toksikdir, manipulativdir. Əslində heç bir şəkildə özünün də fərqində deyil. Yəni özü də bilmir onları niyə eləyir, nə üçün eləyir. Əslində bir psixoloji səbəbi nədir onu elətdirən ona. Bu tərz bir neçə şeylərdən hekayələrə toxunur və bu qadınla kişinin hekayəsi uzun-uzadı izah olunur, danışılır. Həm qadının gözündən, həm kişinin gözündən danışılır. Və bir qadının oxumağını istədiyim ən başlıca kitablardan biridir bu. Yəni bu kitabı oxuyandan sonra kişilərlə bağlı tamam başqa bir gözünüz açılacaq. Başa düşdünüz? O toksik, o manipulativ insanı gözündən tanımağa başlayacaqsınız. Gələcəkdə bir qızım olsa, İnşallah xeyirlisi ilə o kitabı mütləq oxutduracam ona. Oxusun, münasibətlərlə bağlı maksimum dərəcədə tez oxumağa başlasın kitablar. Məsələn, özüm şahidi oluram ki, hətta özüm də bu qızlardan sayıla bilərdim. Məsələn, 13-14 yaşında bir qızın əlində münasibətlərlə bağlı kitab görəndə insanlar başlayır ata o tərəfdən, ana bu tərəfdən, qardaş o tərəfdən, filan kəs bu tərəfdən ki, get hələ öz işini gör, sən hələ ona çox varındı, nə bilim nə. Niyə? Universitet üçün 11 oxuyuruq. Niyə? 11 ilimiz var da niyə oxuyuruq ki? Universitetə girəcək, niyə oxuyuruq məsələn? Çünki ona hazırlaşmalıyıq. Bir anda çıxıb mən universitet oxuyuram deyə bilmərik. 11 il onun üçün bir şeylər eləyirik. Öyrənirik, hazırlaşırıq, elə deyil. Bu evlilik, hər kəs evlənmək məcburiyyətində deyil, yenə deyirəm. Amma bu bir münasibət yaşanacaqsa nə vaxtsa. Niyə onun üçün bir kitab oxumağı ayıb, utanc və ya tərbiyəsizlik kimi görünür? Niyə? Niyə də? Yəni o münasibəti yaşayacaqsa, niyə eləmir onu? Yəni bu həyatının bir parçası olacaqsa, niyə belə bir şey olmur ki? 11 il riyaziyyat, Azərbaycan dili öyrənməyimizə kimsə pis baxmırsa, münasibətlərlə bağlı pis də baxılmamalıdır kitablar oxuyan insanlara və s. nəysə. Bunu da belə keçirəm. Bu da çox gözəl kitabdır. Onu da mütləq oxuyun. Növbəti kitabımız Hayat kaybettiyin yerdən başlar. Adına bax, çox gözəldir. O kitabdan sonra siz necə olursunuz? Bu da oldu. Nə olsun da keç. O bəzən ərgənlik dönəmimizdə olur ya həmişə. Bu qələm düşdü, ucu qırıldı. Ay aman, tabi də mən o cür yazan qələm, o cür qəşəng qələm, o cür qəşəng şey tapa bilməyəcəm bir də. Fisyo bitdi mənim üçün falan filan deyirik ha. Başa düşdünüz nə deyirəm? Söhbət qələmdən gedir. Tam olaraq, yəni o kitabdan sonra onu başa düşəcəksiniz ki, həqiqətən heç nəyin sonu deyil. O sizə digər videolarımda həmişə deyirəm. Hər şeyin bir üstü var. Heç nə olduğu yerdə bitmir. O kitabda onu öyrənəcəksiniz. Və sizə çox qısaca bir şey demək istəyirəm. Bu kitabı ki, mən sizə dedim, çox gözəldir, möhtəşəmdir. Mənim həyatımda çox şey dəyişdi falan. Bunu sizin oxumağınızdan asılıdır, sizə təsiri. Yəni, siz necə? Bunu siz oxudusa, bunu sadəcə oxumayın. Bunu dərk eləməyə başlayın. Məsələn, orada başa düşmədiyiniz, ayda o oğlan niyə elə elədi ki, məsələn, deyəndə oturun bir düşünün. Yəni, bir balaca beyin yorulur orada, bəli. Amma bir müddət sonra həyatınızda bilirsiniz necə bir dəyişiklik, necə bir fərq yaradır bu düşüncələr. Bunu eləyin. Bu təcrübəsi görülmüş bir şeydir. Bunu birə-bir özüm eləmişəm. Yəni, bilirsiniz, mən sizə tam olaraq səmimi şəkildə, yaxşısı ilə, pisi ilə ancaq öz tövsiyələrimi, öz şəxsi təcrübələrimi verirəm. Və mən bunu həmişə eləyirdim. İnanın mənə, bu həyatınızı dəyişəcək. İstəyirsən milyon kitab oxu, amma bir o mən dediyim hər şeyi sorğulamaq var ha. Onu elədiyin an həyatın dəyişəcək. Bax, bunu mən sənə deyirəm. Əgər həyatında nəsə dəyişməsə, gəlib mənə bu YouTube kanalının altına yazarsan ki, gəl görüm bura demişdim dəyişəcək. Ondan sonra şəxsi də həll eləyərik. Nəysə, bu videonu çox uzatmaq istəmirəm, deyəsən yetər qədər uzatdım. Hər dəfə uzatmaq istəmirəm deyərəkdən. Özünüzə çox yaxşı baxın. Yolunuza işıq olma diləyi ilə. Ümid eləyirəm ki, bu kitablar həqiqətən sizə çox gözəl və çox faydalı olar. Bu tarz videolar üçün kanalıma abunə olmağı unutma. Çünki kanalımda sizin kimi gənc və inkişaf yönümlü ruhları görmək məni çox xoşbəxt edir. Bu kanalda şəxsi inkişaf, motivasiya, bəzən Montenegro gəziləri olacaq, hələ ki olmur, amma olacaq yaxınlarda. Şəxsi inkişafla, psixologiya ilə, münasibətlərlə, ailə münasibətləri ilə, dostluqlarla, sevgililərlə bağlı bir çox videolar tapa bilərsən. Özünə uyğun olan videomu seç və həyatını dəyişməyə başla. Səni çox öpürəm, özünə çox yaxşı bax. Hələlik.